Bütün bölgeleri salamlıyorum. SMS nömrəm 9952. Ses verin, ses verin. SMS nömrəm 9952. Mənə söz ver, ayrılmayaq biz bir daha. Mənə söz ver. Qızıldı. Səyi tökülü belə qızıl. Ay qızlar, mənim o yanağıma vurduğum elə tez-tez itirirəm. Sizdə də elədir. Küstüm niyə? Ərv almışam əlindən. Qadın küsəyən olmaz. Qadın canavar olar. İtici. İtici olar. Küsəyən olmaz. İtici olar qadın. Cırar, yırtar, qoyar ora. Küsəyən nə də az? Uşaqsan sən. Mən ürəyin istəyəndə qoşacam Gülü xanımı. Mənə zakas göndərməyin bura. Mən indi açmışam. Gül otursun, canlısı ilə məşğul olsun. Mənə sipariş göndərməsin. Qoş, qoş, qoş. 12 tamamda hamı qoşulacaq. Zəhləm gedir kimsə mənə sipariş göndərəndə. Üz verdim, astar istədilər. Dünən bir bu gün üçü. Bu nə səmimiyyət. Yadından çıxdı rəqibim olduğu. Buzqırdaz. Vay yazınca dur bas bayra sən də buradan. Niyə göylə gedirsən? Çünki göylə gedənlərin bəxti daha gözəl olur. İnsan nə qədər özün aşağıdan aparsa, onu o qədər aşağılarda saxlayacaqlar. Könül çox sağ ol. Nə qədər sadə olacaqsan, həyatında sadə olacaq. Nə qədər göylə gedəcəksən, həyatın da göylə gedəcək. Bunu mənə həyat başa saldı aşkım. Ona görə də bundan sonra belədir. Anlıyorsun? Sakit bildiklərimiz bugün bizim başımıza çıxırlar. Başa düşürsünüz? Kimə çörək verirəm, kimə gətirirəm, başımda otuzdururam, axırda məni ora-bura şikayət eləməkdən şey edirlər. Ona görə də canım mən elə bu həyatda elə olub, pis olmaqdansa elə belə olub, pis olum, bu üçün mənə belə zordur. Kimin xoşu gələr, izləyər, xoşu gəlməyəndə Allah canı sağ eləsin. Həyat məndən bunu tələb edir, incimiyim, valla. Özünüzü nə qədər sadə aparacaqsınız, axırda yanan da siz olacaqsınız, yaman da siz olacaqsınız. Bunu yadınıza saxlayın, şapkamı tapa bilmirəm, yananın da ağzına qoy, yamanın da. Heç də səhv-sat demirəm, çox da düz danışıram. Çox da düz danışıram. Hayatım, çox da düz danışıram. Prosta qızlar, bir dənə siyasət işlədib, hər yerdə başınızı salın aşağı, ləlöyün kimi oturun, hamı desin səndən fağırı, səndən yazığı yoxdur. Real həyatda da ki, kişi qoyma, yaxşı? Elə adamların bəxti daha yaxşı gətirir. Realda da kişi qoyma ömrüm. Yaxşı, kişi qoyma qalsın bir dənə. Onda hər kəs başına and içəcək. Az ol cəhənnəmi, mənim bu zadım hanı bu yanağa vurduğum. Yüzüm yana vurduğum. Səsli səni səslədi, dünya qədər istədi. Bu qəlbimdə gözlədi. Ay Allah, bu evdə mən də itəcəm. Başa düşürəm, təbii gözələm. Şatkalar itir ki, mən makyaj eləməyim. Amma yenə də bu kadar da deyil də. Kızlar, ətəyim qəşəngdir, hə? Nasıl yakışıyor? Güzel miyim? Səsli səni səslədi, dünya qədər istədi. Gəl mənə, ay ömrüm, dənə. Süperimi biliyorum. Başla. Şəblə mühəssəbləşmişdik. Mən bugün orada olmamışam. Yatıb qaldın, getdin sonra sərfi. Bu ne güzelliğiydi. Oy Allah, ne güzel ama ya Allah. Ramin, çok sağ ol. Ne olar, sizin analarınıza ben qurban olum. Öpürəm analarınızı. Bak. Əllərindən, qollarından, gözlərindən. Ne olar ki, figuram babatdı. Mamavın da figurası babatdı. Ne olar ki, xahiş edirəm sizdən artıq dərəcədə.
şeyliyində, nə deyim onu, canlını paylaşın beni sevatında, xahiş edirəm. Qadına deməzlər figuran babatdır. Deyərlər gözəl figuran var. Babatdır, odur, budur. Dur vızqırtdır. Arvadın Angelina Jolie'dir bəlkə. Cəmaatın qızına da hələ deyirsən babatdır. Bomba oğlansan da sən. Beni sevatın. Baxmadım Şəbnəm xanıma. Ay qızlar. Qaşlarım gözəl də. Biraz da belə düzəliş edirəm. Şimdi mən makyajım bundan ibarətdir də. Çünki özüm gözələm. Özün özündən gözəl, donun özündən ay qız. Az o Tale ilə məsələ idi, yıxıb sürdülər o yazığı. Dodağı silikon qızlar belə, silikon qızlar belə sürüdülər onu, sürüdülər. O nə məsələ idi? Mən bugün çıxıb qabağıma. Mən dedirəm, dünən mən Tale yazırdılar canlıma. O nə məsələ idi ay qızlar? Mən necə belə şeylərdən bir xəbər olmuşam? Allah saxlayıb məni. Tema idi ki, reklam eləyib, tort reklamı. Yox, mənə bilsən nə, zo ucuzluq çoxsa, mənə bilsən nə ləzzət elədi. Bir yana sağ olsun, xanımlara dəstəkdir. O heç, orasını keçirəm, ola bilər. Prosta mənə bir şey çatmadı ki, o Taleyin qabağında oturan xanımın heç dünya vecinə döyür. O razı, reklamının pulunu alıb, qoyub cibinə heç biri dünya vecinə döyür. Bunlar özlərini cırırlar. Ama Talihçim sen de düz yapmadın yani. Konuyu biraz doğru söyle. Yanlış anlaşıldı yani. Seni bir aktör olarak seviyoruz da orada biraz yani çok kötü konuşmuşsun. Kendini ifade edemedin yani sen. Demeliydin ki siz de tebliğe üstünlük verirsiniz. Böyle söylemeliydin. Orada bir lafın yanlış oldu senin şu anda. Ben söyleyeyim hangi lafın yanlıştı. Senin bu lafın çok yanlıştı orada. Buna düzeliş edeyim. Orada sen bir sözün səhv idi ki, deyiliş qaydası sərt idi. Sən də mən kimi sərt danışırsan. Orada deməliydin ki, orada bir söz dedin ki, durun aparın bunu. Orada o sözü istifadə elədin deyə qıcıqlandılar. Yoxsa desəydin ki, siz də təbliğə üstünlük verirsiniz falan filan. Ona görə düz söz acı olur. Mənim iş vecimə deyir. Görmürsünüz, mən sakitcə durmuşam. Mənim neyim olazım, mən düz söz demə acı olsun. Kız bana ne kız? Deli misin? Mən bu gün çatıb o söpür. Dünəndən mən dedirəm, mənim niyə canlıma Tale yazırlar. O yazığı necə sürüyüblərsə bugün açıqlama verdi. Pişman oldu, yemin ederim. Sizdən korkulur arkadaşlar. Sizdən korkulur, yemin ederim. Bize de bir tane hay lazımdı ki video çekək. Bütün günü qadınlarımızı yıxıb sürüyürlər. Ərlər var ki, qadınları küçənin ortasında çırpır, bir dənə gedib adam əlindən almır ki, əri dözü bilər. Çəkir, qoyur TikTok'a ki, filan kəs arvadını döydü. O qədər qadınlar bədbəxtliyə istismar oldu. Heç ona görə qalxmadınız ayağa. Heç ona görə ayağa qalxan görmədim. Səsim necə zəif gəlir, gələ bilməz. Görmədim. 3 gün danışırlar, 4-cü gün yaddan çıxır.